Eyni vaxtda iki top futbolçunun karyerasını körlayan həmin o məhəbbət üçbucağı. Bu hekayə John Terry, Wayne Bridge və Vanessa Parancel arasında keçib. Terry 2010-cu ildə həm klubda, həm də millidə komanda yoldaşı olan Wayne Bridge'in həyat yoldaşı ilə ona xəyanət edir. Vanessa'nın rəfiqəsi pressaya belə danışırdı. Terry özünü qayğıkeş bir dost kimi göstərirdi. Vanessa Wayne Bridge'i də sevirdi. Elə ona görə də Terry'yə inandı. Çünki o Bridge'in yaxın dostu idi. Rəfiqəsinin bu dəstəyi əlbəttə ki, çox gülməli səslənirdi. Bridge bu barədə şübhələnməyə başlayanda dostu olan Terry'ni açıq söhbətə çağırır. Ancaq Terry Bridge'i inandırır ki, onların arasında heç nə yoxdur. Həm də ki, o özü də evlidir, yoldaşı var. Bir neçə ay keçmişdi və Vanessa artıq Terry'dən hamilə qalmışdı və hər şeyin üstü açılmışdı. Çox böyük skandal baş vermişdi və Bridge Terry ilə eyni komandada oynamaq istəmədiyini bildirdi və İngiltərə yığmasını tərk elədi. Həmin ərəfələrdə yığmanın baş məşqçisi olan Fabio Capello Terry'ni millidən kənarlaşdırmadı. Çünki belə bir güclü müdafiəçisini itirə bilməzdi. Ancaq kapitanlıq sarğısını onun əlindən alır. Terry isə İngiltərədə hamının nifrət elədiyi bir oyuncuya çevrilir. Bu arada Bridge'in karyerası tamamilə məhv olur. Psixoloji sarsıntıya görə o artıq klubda da əvvəlki oyununu göstərə bilmir. Bir qadının qeyri-etik hərəkəti gördüyünüz kimi hər şeyi tamamilə dəyişə bilər. Bu üçlükdə sizcə günah daha çox kimdə olub?